Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda Mənzil Kommunal Təsərrüfatı Birlikləri MKTB ləğv olunur. Xəbər verilir ki, paytaxtda bu prosesin iyun ayına dək başa çatması gözlənilir. Qeyd edək ki, Azərbaycanın 2022-2026-cı illəri sosial-iqtisadi inkişaf strategiyasına əsasən Bakıda daxil olmaqla ölkədəki mənzil kommunal istismar sahələrinin ləğvi və idarəetmənin müasir özəl və ya kommunal müəssisələr vasitəsilə təşkili nəzərdə tutulur. Onun da bildirək ki, MKTB-lərin əvəzinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yeni vahid mənzil kommunal təsərrüfatı MMC-ləri yaradılacaq. Bu islahat idarəetməni müasirləşdirmək, xidmət keyfiyyətini artırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır. Yeni strukturlar sakinlərlə müqavilələr əsasında fəaliyyət göstərəcək. Xeyirli olsun.